Osmanlıların orduları hətta ön Asiyanın və qədim Şumerlərin ordularında xidmətə cəlb olundu. Bundan başqa qədim Manna dövlətində İran Sunan Akşerinin və yaxud sonraki dövrlərdə Massaget Çarı Komilsin və yaxud Atropatena sərkərdəsi Atropatın ordularını qeyd etmək olar. Erkən orta əsrlərdə Cavanşiri, Babəki başqalarını tanıyırıq və yaxud da Şəmsəddin Eldənizin üzərindən keçmək olmaz, Ahistanın üzərindən keçmək olmaz və yaxud da Qaraqoyunlu Cahan Şahranın Qara Yusuf'dan danışmamaq olmaz, Alakoyunlu Uzun əsərindən danışmamaq olmaz, Həsən Padşah şərq tarixinin parlayan bir ordusu hesab edilirdi və yaxud da Şah İsmail barədə danışmamaq olmaz, Şah Abbasın silahlarından danışmamaq olmaz ki, o dövr üçün müasir Avropa ordularını müqayisə edə biləcək bir ordu quruluğu həyata keçirmişdir. Sadəcə olaraq sonradan xanlıqlar dövründə Azərbaycanda siyasi fəlakətləri ilə bağlı olaraq bu ordu quruluğu problemləri də ortaya çıxdı. Ancaq nadir şair hakimiyyəti dövründə yenə də Azərbaycan ordu quruluğunun gücünü bütün dünyaya göstərməyə bacardı. Böyük bir imperiya qurmağa bacardı Nadir Şah. Nadir Şahdan sonraki dövrdə isə Azərbaycan ərazisi